Salam. Salam bro. Necəsiz? Təşəkkür edirəm. 30 saniyə imkan verə bilərsiniz, bir söz deyəcəkdim. Müntəzirdir. Bilirəm, hörmət edirəm sizə. 30 saniyə heç nə demədən deyən. Bir saniyə əvvəl səsinizi eşitdim ki, deyirsiniz müntəzir bağlayıb bura gəlməlidir. Niyə belə aqressivsiz ki? Biz qoşularıq sizinlə. Suallarınıza cavab verəcəm. Bir 30 saniyə mənə imkan verə bilərsiniz? Xım? Yo, çıxmayın. Elə burada qalın. Prosta heç nə deməyin. İncimirsiniz. Heç bir sorun yoxdur. Kitab açarsınız. Ha, 30 saniyə. Deməli burada Səsinizi bağlayıram. Şişibizdə olun. Hə, uşaqlar. Belə gözləyirəm də. Qoy adam yayımın şeyləsin. Baxaq görək. Nə məsələdir? Neyiniyim aynı obraz? Gözləyək də. Maraqlıdır. Hə, uşaqlar? ...30 saniyə bitdi. İçəridə olan yaxşı dustaq qardaşlarımıza azadlıq arzu eləyirəm. Hamımızın qabağında baş əyirəm. Tezliklə azadlığa çıxmağınızı diləyirəm. Və hörmətli müntəzir qardaşın da səsini açıram. Daha çox Rahat bəyin səsin. Rahat bəy, salam. Hər vaxtınız xeyir olsun. Bir saniyə sizdən qoşulmamışlar. Böyle planşetdə ilə belə maraqlıca adınızı yaman çox yazdılar. Yayımızda belə yayımızı açdım, deyirsiniz ki, müntəzir mənim poligonuma gəlməlidir. Mən də dedim ki, eləyək ki, ortaq poligon olsun da, yox. İndi gəlmişsiniz də poligonumuza. Ortaq poligonu eləyirsiniz. Yazdılar ki... Sizin poligon deyil bura. Ehtiyatlı olun. Siz minalanmış zonadasınız. Lənətə gəlsin, imkan ver. Yazdılar ki, müntəzir deyir ki, canlı bağlasın, gəlsin bura. Mən nə dedim ki, burada çox hörmətli 400-500 nəfərə yaxın insanlar var. Mən onları qoyub, canlı bağlayıb müntəzirin canlısına gəlsəm, hörmətli izləyicilərimizə hörmətsizlik olar. Eyni arxitekturanı da burada elədiklərinə görə lənətə gəlmiş bu dünyanın acımasız ədalətsizliyinə dözə bilməyib. Mən sizin üzərinizə göndərdim ki, izləyicilər Rauf bəyə yazsın ki, qoşulsun. Mən düşünürəm ki, sizin çox gözəl cefqavız var. Sizin papağınız mənim papağımdan daha qəşəng görsənir. Düz deyirsiniz, bəli, daha qəşəngdir. Rauf bəy, ictimai ateistsiz. Ateist yox, biz araşdıranıq. Biz gəlmişik deyək ki, bax, Tanrı... Bu arada tam olaraq kim? Şəxs olaraq, yoxsa cəm bütün izləyicilərimiz? Mən indi sizin birinci sualınıza cavab vereyim, yoxsa tez-tez sual verəcəksiniz, onlara cavab vereyim. Rəhmət olmasa danışarkən elə danışın ki, mən tez-tez sual vermək məcburiyyətində qalmayayım. Buyurun, sizi dinləyirəm. Siz 15-20 saniyə mənə dinləmək məcburiyyətinə qalsanız, tez-tez sual vermək məcburiyyətinə qalmayacaqsınız. Mən məcburiyyət deyil, xoşdur. Daha çox da dinləyərəm. Let's go. Demək istəyirəm ki, söhbət dindən gedirsə, biz burada araşdırırıq. Mənim düşüncəmə görə, ümumiyyətlə dinin dediyinə görə, Tanrı 4 dənə müqəddəs kitab göndərib. Tövrat, Zəbur, İncil, Quran. Hal-hazırda İncil, Zəbur əlimdədir. Tövratla Quranda şkafa qoymuşam. İndi gətirib göstərmək istəmirəm də. Yəni, mən bunların 4-ünü də oxumuşam. Zəbur kitabı Davud Peyğəmbərə gəlib, Süleyman Peyğəmbərin Allaha yazdığı şeirlərdən ibarətdir. İncilin üzərinə əhd-i cədid yazılıb. Tövrat əhd-i ətiq deməkdir. İncil əhd-i cədid deməkdir. Quran-ı Kərim də ki, hər kəsin bildiyi kimi müsəlmançılıq dininin əsaslarından biri olan bir kitabdır. Nə deməkdir Quran? Oxu deməkdir. Cavab verim də 20 saniyə tamam olsun, hələ 5 saniyəm qalıb. Bu 4 kitabı oxumuşam. Sadəcə bayaqdan bura canlıya adamlar qoşulur. Heç kim Allahın varlığını sübut eləyə bilmir, mənə nağıl danışırlar. Mən də bura sual verməyi qadağan eləmişəm. Mənə sual vermək qadağandır. Nəqli cümlə ilə Allahın varlığını sübut eləməyi təklif edirəm. Burada da vaxtımı dayandırıram və siz danışırsınız. Gəlin belə eləyək də. Mən sizə ümumiyyətlə birinci növbədə bunu bildirim ki, əvvəla o 4 yəni səmavi kitabı oxuduğunuza inanmıram. Bu bir. Yəni bunu hətta istəsəz birazdan müzakirə kontekstinə çevirərik və onu müzakirə edərik ki, görək siz onları oxumusunuz ya yox. Bu 2. Üçüncüsü Quran oxu demək deyil, qərayə kökündən gəlir. Oxumaq feilidir. Oxu yox, oxumaq feili. Nəzərinizdə saxlayın. Mən sizi dinləmişdim, əziz Rauf bəy.
Eyni şeyi deyirsiniz ona görə. Mən sizi dinləmişdim. Okay, let's go. Davam edin. Hə, oxu və oxumaq fərqli-fərqli şeylərdir. Eyni şey deyil. Kök məslər eynidir, amma feili mozari olduğuna görə oxumaq feilidir, təkidli feildir. Xahiş edirəm bu kimi şeylərə diqqət eləyin. Bilmədiyiniz şeyi bilmirəm deyə bilərsiniz, sorun deyil. Gəlirəm 3-cü məsələyə. Allahı mənə sübut etmək məsələsinə ki, siz deyirsiniz ki, mənə nəqli cümlələrdən Allahı isbat edilsin, amma mənə sual vermək qadağandır. Əvvəla bu belə bir şey deyil. Birinci növbədə sizin bir konseptual isbat kateqoriyalarınızı bilməliyik biz. Sizə görə isbat nədir, necə olur, tam olaraq hansı prinsiplərə əsaslanır? Siz bunu bizə izah etməlisiniz ki, biz bilək. İkinci növbədə isbat predmetlərimizi bildikdən sonra bu barədə danışa bilərik. Çünki Allahın varlığına dair argumentasiyalar saysızdır. Empirik təməlləndirmədən başlayıb isə rasional təməlləndirməyə qədər yüzlərlə meyarlar saya bilərəm. Fəlsəfədən, məntiqdən, hər şeydən, riyaziyyatdan, Azərbaycan dilindəki ahəng qanunundan, nizam dəlilindən, ontoloji dəlildən, nə bilim, milyard dənə şeylər var. Yəni bunların hansından danışaq biz? Sizin tutumunuz nədir? Ümumiyyətlə siz təməldən bizə izah eləyin görək. Mən bitirim. İntellektual səviyyəsi normal səviyyədə olan bir insan bunu başa düşməlidir. Bu rasional sözün siz bütün debatlarda istifadə edirsiniz. Okay, rasional sözün də başa düşdük. Biz sadəcə demək istəyirik, gəlmişik deyək ki, 4 dənə müqəddəs kitabın 4-ünü də oxumuşuq. Və Allah deyirəm ki, yoxdur. Allahın varlığını sübut eləmək üçün nəqli cümlə ilə danışan bir savadlı insan istəyirik. Bizə sual verməsin. Ola bilər ki, müəyyən bir mövzularda hansısa elmi cümlələr olan bir kitablar oxumusunuz, o cümlələri istifadə edirsiniz. Bu o demək deyil ki, Allah var. Siz məndən daha savadlı ola bilərsiniz. Siz məndən daha çox dünya görmüş ola bilərsiniz. Siz, mən yəni mədəni insanam, tərbiyəli insanam. Qarşı cümləndən izah eləyin. Siz daha savadlı. Mümkün varlığı mümkün edə bilmədiyinə görə mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsi zəruri varlığı zəruridir. O söhbətə keçən dəfə canlıda eləmiş. Yox, siz istəyirəm, bəy, siz dediniz nəqli cümlə ilə isbat edin. Bax, mən sizə əvvəla mənim xahiş edirəm də şəxsə hücum olmasın. Nə oxumuşam, nədən istifadə edirəm. Əvvəla bu siz məndən daha savadlısınız da. Okay. Siz məndən daha savadlısınız. Qoyduq qırağa. Hə, siz 4 dənə kitabı oxumusunuz. Biz kitabınızı açmamışıq. Okay. Amma nəqli cümlədən istifadə edərək isbat edirəm. Əks argumentinizi verin. Mümkün varlığı mümkün edə bilmədiyinə görə zəruri varlıq zəruridir. Əgər zəruri varlıq yoxdursa, mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsi necə mümkün olur? Bu söhbətlərinizə qulaq asmağımın səbəbi odur ki, sizin kimi o qədər belənciyinə gəlib elmi cümlələri ard-arda düzüb, uzadıb, bizi yoran insanlar o qədər var ki, hamısını çıxardıram. Cavabsız qalanı niyə belə danışırsınız? Niyə şəxsə hücum edirsiniz? Qardaş, cavabımız var. Sözümü kəsdiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirəm. Sözümü kəsdiyinizə görə, dinləmədiyinizə görə təşəkkür. Yenə ola bilər. İstəyirsiniz yenə kəsin. Amma mənim canlımda gəldilər müntəzir yazdılar. Necə ki, sizin canlınızda Rauf yazdıqları kimi. Mən ona görə sizə qulaq asacağam. Görüm ki, bu hörmətli müntəzir müəllim kimi birinci dəfədir sizinlə söhbət edirəm. Və çox xoş bir auravız var. Mən düşünürəm ki, sizin kimi savadlı insanlar, dərrakəli insanlar çox olmalıdır. Yəni mən buna razılaşıram. Amma siz deyirsiniz ki, mümkün olmayan bir şeyin nə bilim mümkünlüyü falan şey. Mən də sizə verilişin başlanğıcında dedim ki, sual verməyi qadağan elədim. 2 dənə sualı sizin hörmətinizə görə cavablandırdım. 3-cü sualı cavablandırmıram. Mən sizə sual verməmişəm. Allahın varlığını nəqli cümlə ilə qardaş izah elə. Mümkün varlığı mümkün edə bilməyəcəyinə görə zəruri varlıq zəruridir. Bu qədər. 434 nəfər nə başa düşdünüz bu cümlədən? Yazın. Let's go. Yazın kommentə 434 nəfər. Rabbi, bir dənə şəxsi sual verə bilərəm mövzumuzdan kənar. Sual vermək qadağan idi axı. Yox, mövzudan kənar. Yəni bu dini kontekst, debat bunlar yox, şəxsi bir sualdır. Yazıblar ki, ya Allah yazıblar. Buyurun, okey. Neçə yaşınız var? Neçə yaşınız var, Rabbi? Bax, qardaş, çox üzr istəyirəm. Bir dənə siqaretim yerə düşdü, onu götürüm. Okey. Bax, indi ola bilər ki, mən donmuşam, siz məni görməyə bilərsiniz. Mənim 25 yaşım var. Mən sizə deyirəm ki, Allahın varlığını sübut edin, eləyə bilmirsiniz. Mən sizə deyirəm ki... Biz elədik, az öncə elədik. Sözümü kəsdiyinizə görə təşəkkür edirəm. Mən deyirəm ki, 25 yaşım var, eləmədiniz. 25 yaşım var. Az öncə etdik. Okey, 25 yaşım var. 25 yaşımın olmağını sübut edirəm. Bax, baş daşı düzəltdirmişəm özümə. Familiyam, adım, nə yaxşı. Familiyam, adım, inşallah sizə qismət. Sizin inandığınız dillə deyirəm. Təşəkkür edirəm. Ata adım 2001 təvəllüdüm. 2000 yazıb saxlamışam. Mən bilmirəm 2000 neçənci ildəsə öləcəm. 100 il yaşayan tip yoxdur məndə. Bu sizə sübutudur. İndi gəlmişəm sizdən soruşmaq istəyirəm ki, siz Allahın varlığını necə sübut edirsiniz? Mümkün sözündən, bir də rasional sözündən başqa kitabdan nə oxumusunuz? Gəlmişəm sizdən soruşam. Let's go. Davam edin.
Elə maraqlı danışıq üslubunuz var. Bir də manipulator bir xarakteriniz var. İkisini də bəyəndim. İkisi də çox şirindir. Amma bir dənə şey var ki, bunu unudursunuz. Sizin məzar daşınızı düzəltdirmək üçün necə ki o məzar daşını hazırlayan bir bənna var və o bənna o məzar daşını hazırlama prosesində əlini yalnız bir dəqiqə dayandırsa, o hazırlanma prosesi tamamilə dayanacaq. Nə sizin orada adınız yazılacaq, nə atanızın adı, nə doğulmaq tarixiniz, nə də o daşın ümumi arxitekturası mövcud olacaq. İndi bir dənə maraqlı nüans var burada. Rauf bəy, bilirsiniz o nədir? Maraqlı nüans burasındadır ki, bu boyda bəşəriyyət, sizin beyninizin içindəki 100 milyarda yaxın neyron, anadan olarkən hələ ilkin 3-cü embriyoloji mərhələnin 3-cü həftəsində ana bətnində sizin DNA-vızdakı 8 milyard yazılım, Andromeda galaktikası, nə bilim, yer, günəş, gecənin gündüzü izləməsi, fəsillərin dəyişkənliyi və s. bu kimi proseslərin anbaan bir nizamsızlıq şəklində, bir xaotik durum içində davamiyyətli şəkildə davam etməsi və bunun bir idarə edəni olmaması və sizə görə bunların təməli fəlsəfi olaraq bunların təsadüfən olması mənə görə əksinə bir yaradıcının var olması və bir yaradıcının bütün bu prosesləri anbaan idarə etməsindən daha məntiqsizdir ki, biz ona görə daha qeyri-məntiqli deyirik ki, yaradıcı vardır, nizam vardır və bir nizamın olması nizamlayıcının olmasını gərəkdirir. İndi siz bizə rasional və mümkün sözündən başqa kitabda nə oxumusunuz sualını verirsiniz. Mən sizə oxumuşuq, təsasül baş vermiş müsəlsəl hədisdə intiqa baş verərsə, məslə-kül vüsük yolu ilə hüccənin məqbulluğuna zəmin yaranır Rauf bəy. Lənətə gəlsin, imkan verin, cavab verin. Lənətə gəlsin. Ümumiyyətlə, lənət sözünün mənasını bilirsiniz. Zəhmət olmasa lənət sözünün etimologiyasını və falsifikasiyasını bizə öyrədin də. Etimologiya sözlərin mənşəyi ilə məşğul olan elmdir. Lənət nə deməkdir? Mən çatdıra bilmirəm axı, siz 30 dənə sual verdiniz. Cavab vermişsiniz axı. Əsas konseptimizə aid olan. Təməldə neçə sual verdim sizə? Sözlərimi kəsdiyinizə görə təşəkkür Sizə neçə sual verdim? Sözümü kəsdiyinizə görə təşəkkür Rauf bəy, edirəm. sizə neçə sual verdim? Dedim də çox sual verirsiniz. İndi cavab versindir. Mənə maraqlı konseptimizlə bağlı olan suallardır. İndi cavab verirəm, imkan verin. 15 saniyə danışıram. Uzun-uzadı danışmağı xoşlamıram. Nağıl danışan insanları da bayaqdan yayınımdan çıxardıram. Sizi təriflədilər ki, siz daha savadlısınız. Mən ona görə sizdən bu qədər uzun danışıram. Biz də nağıl danışanlarla tez sağollaşdırıq. İndi sizi dinləyirik. Buyurun. Təşəkkür edirəm. Çox gözəl kepkavız var. Nizam deyirsiniz. Minnətdaram. Sizin də çox qəşəng Yahudi papağınız var. Ey, lənətə gəlsin. Bu papağın Yahudilərə aid eləməyiniz də sizin intellektual səviyyənizin yüksək olmağından irəli gəlir. Təşəkkür edirəm Rauf bəy. Ey çey qafiyə maşını Rauf bəy. Buyurun, buyurun. Sözümü kəsir, imkan vermir danışmağa. Buyurun, üzr istəyirəm, buyurun. Merkuri, Venera, Yer, Mars, Jupiter, Saturn, Uran, Neptun planetlərdə Pluton da var və müasir araşdırmalara görə, NASA'nın verdiyi məlumatlara görə Plutonu planetlər siyahısından çıxardıblar. Bunun bizim heç bir adiyyəti yoxdur bizə. Deyirsiniz ki, nizam var. Mən deyirəm ki, bayaq da canlıma qoşulan, mənlə debat aparan, hörmətli bir vətəndaşla belə bir müzakirəm oldu. Mən deyirəm ki, yer kürəsində və yaxud kainatda, yəni müəyyən bir səviyyədə, normal bir şəkildə nizam-intizam yoxdur. Rusiyanın hansısa bir əyalətinə göydən meteorit düşür, minlərlə insan dünyasını dəyişir. Yaponiyanın hansısa bir əyalətində tsunami dalğaları baş verir, minlərlə insan həyatını itirir. Türkiyənin hansısa bir əyalətində zəlzələ baş verir, seismik hadisələr, seismologiya, zəlzələlərlə bağlı olan elmə deyirlər. Seismik hadisələr baş verir, minlərlə insan həyatını itirir. Bu, yer kürəsində istər təbiətlə olsun, istər digər bir şeylə bağlı olan, yəni nizam-intizamın olmadığının sübutudur. Qaldı ki, ikinci, anadan olma. Mən bunu həmişə demişəm. Deyirsiniz ki, məsəl üçün, qədər var, qəza, qədərə inam. Elə insanlar var ki, anadan olmamış dünyasını dəyişir. Ana bətnində, döl ana bətnində ölüb qalan uşağa deyirlər meydinə. O insan anadan olmamış ölür və deyirsiniz ki, bu qəzadır, qədərdir. Mən də gəlmişəm soruşam ki, bu insanın nə günahı var ki, doğulmadan dünyasını dəyişir və siz bunu dinlə, Allahla bağlayırsınız. Yəni, əgər Allah olsaydı, niyə görə 4 dənə bir-biri ilə intriqada olan kitab var? Tövrət, Zəbur, İncil, Quran. Bir dənə kitab göndər. Necə ki, 1995-ci il 12 noyabrda qəbul olunmuş və 27 noyabrda qüvvəyə minmiş konstitusiyamız var. Bir dənə konstitusiyamız var da, düzdür, bir dənə konstitusiyamız var. O konstitusiyanın hansısa bir qaydasını, qanununu pozmaq məni cinayət məsuliyyətinə cəlb eləyir. Bir dənə vahid kitab olardı, dini kitab. Hamımız ona inanardıq. Niyə görə bir-birinə intriqada olan 4 kitab var? Burada mən dayanıram və hörmətlə sizə qulaq asıram. Buyurun.
Tamam, danışa bilərəm, amma mən sizi dinlədiyim kimi dinləməyinizi tələb edirəm. Okey, minnətdaram. Let's go, danışın. Mən hörmətlə qulaq asıram. Mən buna inanıram ki, siz bizə hörmətlə qulaq asacaqsınız. Bax, əvvəla məsələni bir neçə yerdən danışırsınız. Ən kökdən başlayıb axıra qədər qayıdacağam. Birinci növbədə Azərbaycan Respublikasının konstitusiyası və o konstitusiyadakı hər hansısa bir işə, hər hansısa bir qanuna əməl etməmək birbaşa sizi cinayət məsuliyyətinə daşımır. Bəziləri inzibati xətalar məcəlləsinə aiddir. O da cinayət məcəlləsi sayılmır. Bəziləri də, nə bilim, bir çox ailə məcəlləsi var məsəl üçün. Bu da o sizi hər hansısa bir strukturda əməl etməmək cinayət məcəlləsinə daxil etmir. Bu bir. İkinci növbədə Azərbaycan Respublikasının konstitusiyasının təyinindən 2026-cı ilə qədər ən azı yüzlərlə dəyişiklik, yenilik, adicə 5 il bundan qabaq bibi qızı, xala qızı evliliyini, yaxın qohum evliliyini aradan qaldırdılar. Konstitusiyonu dəyişikliyi, ailə məcəlləsi 12.1.6. Yəni girib araşdıra bilərsiniz. Üçüncü məsələ, gəlirəm direkt anadan olma prosesinə. Siz birbaşa olaraq bu, ay Rauf bəy zəng gəldi. Hə, üzr istəyirəm, buradasınız. Mən söndürdüm zənci, sizə qulaq asıram. Hə, mütləq. Adətən zəng gəlir bizim danışıqlarla, ateistlərlə söhbət eləyəndə. Xahiş edirəm zəng gəlməsin sizə. Hə, deməli siz deyirsiniz ki, anadan olma prosesi və qəza və qədərə siz bax birbaşa bizi bir mənalı olaraq yükləyirsiniz və deyirsiniz ki, qəza və qədərə iman var deyirsiniz və bundan sonra deyirsiniz ki, o uşağın günahı nə idi ki, ana bətnində öldü. Bax mən ən başda demişdim ki, siz o 4 dənə səmavi kitabı oxumamısınız. Bu sizin xətrinizə dəysə də deyəcəm, intellektual olmadığınızı göstərdi. Niyə? Çünki əgər siz Qurani-Kərimi oxusaydınız, siz Qurani-Kərimi oxuyub onun içindən İslam təlimlərinin meyarlarını öyrənsəydiniz, əmin olun ki, siz bu sualı heç bizə verməzdiniz. Ona görə mən sizə sadəcə tövsiyə edirəm ki, gedin Quran oxuyun. Ən azından Quran oxumazsanız da əqaid təlimlərinin birinci, ikinci mərhələsi, ilkin başlama, ibtidai səviyyəsini oxuyun, görün buradan nədən söhbət gedir. Gəlirəm üçüncü məsələyə. Mənə görə 3, sizə görə 75-ci məsələ də ola bilər. Deyirsiniz ki, nizam yoxdur, nə bilim, meteor oxusa ki, ümumiyyətlə nizam nədir, xaos nədir? Bunu araşdırsa, məsələ bitirir əslində. Yəni, bax, misal çəkəcəm, anlayasınız. Siz fərz eləyin ki, mənlə iş yoldaşısınız. Sizinlə mənim müdürümüz eynidir. Müdür səni də, məni də Gəncəyə göndərir. Amma mənim səndən, sənin də məndən xəbərin yoxdur. Biz ikimiz də Gəncədə gedib qarşılaşanda bizə görə bu təsadüfi, xaotik bir durumdur. Amma bu müdür üçün xaos deyil. Müdür üçün bu nizamdır. Müdür üçün bu heç də düşündüyünüz kimi təsadüfən baş vermiş bir proses deyildi. Müdürün özünün burada bir bilgisi və nizamlı şəkildə təyini var idi. Amma sən və mənim üçün, yəni araşdırma metodikasında bu proses bizə təəccüblü gəlib biz üçün. Misal üçün meteor düşdü, zəlzələ. Mən sizə bir dənə tövsiyə edirəm. Bir jeoloqa görə zəlzələnin baş verməsi təsadüfdür. Mən sizə araşdırma tövsiyə edirəm. Jeoloqa görə zəlzələnin baş verməməsi pisdir. Adam oturub dua edir ki, zəlzələ baş versin. Zəlzələnin baş verməməsi yer üzündə bilirsiniz nə fəsadlar gətirib çıxardar. Tsunami deyirsiniz. Ümumiyyətlə siz araşdırma aparmısınız mı ki, tsunami nədir və harda baş verir və bu proseslərin baş verməməsi nəyə gətirib çıxardır? Ümumiyyətlə, bəy, bax, nizam yoxdur deyirsinizsə, əgər nizamsızlıq və xaotik bir durum içindəysə, o zaman dəqiq elmlərin rasionallığı nə harda qalır? Bizim bu günlərim apardığımız elmi tədqiqatların epistemik əsasları hardadır? Yəni, əgər nizam yoxdursa, 2 + 2 = 4 etməməlidir. Necə ki, bugün Rauf bəy arxasındakı başdaşına sadəcə adını və soyadını yazmaq üçün xüsusi bir nizama, Azərbaycan dili Respublikasının lüğətinə, ahəng qanununa, həmən dilin qrammatikasına və o dilin qrammatikasından və ahəng qanunundan əlavə ora yazmaq üçün xüsusi bir əqlə, şuura, meyara, elmə, qüdrətə lazım gərəkdiyi təqdirdə Rauf bəy dünyanın bütün hər bir yerində vahid mexanizmlə işləyən cazibə qüvvəsi, hansı ki Rauf bəyin beynində, mədəsində, başlının motorunda, aynən günəş arasında eyni mexanizmlə işləyən cazibə qüvvəsinə nizam yoxdur deyir. Rauf bəy, təəccüb edirəm. Siz zəhmət olmasa Nobel mükafatını niyə müraciət edib almırsınız ki, cazibə qüvvəsi nizamsız işləyir deyirsiniz? Mənə çox maraqlıdır. Sizin kimi rəqibim var ona görə. Mən düşünürəm ki, lənətə gəlsin. Let's go. Mənim danışığımı əzbərləyən müntəzir qardaş. Mən düşünürəm ki, Nobel mükafatına siz cavab verəcəksiniz. Mən başlayıram indi sizə cavab verməyə. Buyurun. Yəni dediyim mövzular haqqında o qədər uzun danışdınız ki, kommentdə qardaşlar yazdılar ki, yazılanlar oxuyuram, and olsun deyirəm. Müqəddəs nəyə inanırsa ona mən çəkicə müqəddəs sayıram, and olsun. Lənətə gəlsin, çəkicisi qorusun.
Deyirlər ki, ona denən nəfəs alsın. Yəni sizin hansısa bir mövzu haqqında elmli olub uzun-uzadı danışmağınız heç nəyin həlli deyil. Qardaş, sən niyə hər dəfə bunu deyirsən? Xətribə dəyməsin, səmimi soruşuram. Niyə mənə hər dəfə danışıb bitirəndən sonra mənə bu sözü deyirsən? Çünki konseptimizdə verilən suallara Sual verirsən, cavab verirəm. Sonra deyirsən ki, sən hər dəfə danışmağın, elmli danışmağın Allah var demək deyil. Mən yaxşı, neyim, savadsız danışım səndən, qardaş. Sözümü kəsdiyinizə görə 3-cü dəfə təşəkkür edirəm. Minnətdaram. Mən burada dəftərim var. Yəni mən, o qədər siz savadlısınız, düzdür? Okey, bu ola bilər. Sizdən də savadlı insanlar var. Siz Karl Marx deyilsiniz. Siz atomu parçalayan Albert Einstein deyilsiniz. Siz Nikola Tesla deyilsiniz. William Shakespeare deyilsiniz. Və yaxud da hansısa bir filosof, Sokrat, Aristotel deyilsiniz. Ən azından Azərbaycanda sizin kimi dünya görüşü olan, danışıq qabiliyyəti olan, bu qədər uzun danışdınız. Mən sizə hörmətlə qulaq astım. Sizin kimi intellektual səviyyəsi olan insanların olmağı, yəni mənim üçün qürur vericidir. Minnətdaram. Amma mənim burada dəftərim var. Yəni hansı mövzuya toxunursunuz, mən onu qeyd eləyirəm ki, yadımdan çıxmasın. 10 dənə gəlin, 100 dənə gəlin danışın. Mən onu qeyd eləyəcəm. Həmin mövzudan da başlayıb davam eləyəcəm. Yəni siz din cəhətdən, yəni hansı dinə inanırsınız? Bu birinci sualımdır. Mən İslam dininə. İslam dininə. Deyirlər ki, Quran-ı Kərimdə Allahın göndərdiyi axırıncı kitabda deyir ki, məsələn Allahın 4 kitabının adı keçir də, Tövrat, Zəbur, İncil, Quran. Belə bir şey var. O gün başqa bir müsəlmanla debatım var idi. Mənə deyir ki, İncili Yəhudilər dəyişdirilib. Necə ki, siz bayaq papağıma ilişib Yəhudi papağı dediyiniz kimi. Əgər Allah 4 kitab göndərirsə, Tövrat, Zəbur, İncil, Quran. Bax, mən qısa danışıram, qardaş. Siz məndən savadlı ola bilərsiniz. Amma mən sizə konkret olaraq danışıram, qısa. Allah 4 kitabı müqəddəs olaraq göndərirsə, İncil dəyişdirilirsə, Quran ən mükəmməl kitab olursa, sizcə bu nə qədər ağla batandır? Bu bir. İkinci olaraq, tarix deyir ki, Məhəmməd Peyğəmbər və müsəlmanların dediyi kimi sallallahu aleyhi və səlləm 570-571-ci illərdə anadan olub. Bu 570 də ola bilər, 571 də ola bilər. 632-633-cü illərdə vəfat eləyib. 622-ci ildə Məkkədən Mədinəyə hicrət eləyib falan, hörmətlə yanaşırıq. Niyə görə 570-ci ilə kimi və yaxud da ki, Peyğəmbərimizin dövrünə kimi, 6-cı əsrə kimi namaz deyilən bir şey olmayıb? Necə ki, namazda surələr istifadə olur. Nas surəsi, Fələq surəsi, nə bilim, Ayətül Kürsü surəsi, digər surələr, ayələr. İndi deyəcəksiniz ki, Ayətül Kürsü surə deyil, ayədir. Sizin maksimum yəni buna cavab verə bilirsiniz. Amma opşi konseptimizin sualına cavab verməyi istəmirsiniz. İndi buyurun, burada mən vaxtımı dayandırıb danışıram. Bax, əvvəla xətrinizə dəyməsiniz. Şəxsimə hücum elədiyinizə görə son 3-cü dəfə xəbərdarlığın nəticəsində mən də sizə eyni stolda danışacağam. Birincisi, sizin bildiyiniz heç nə yoxdur, qardaş. Həqiqətən zərrə qədər bilmirsiniz. Niyə? Çünki bizim ilkin mərhələdə danışdığımız ilk 3 mərhələli siz suallarınıza cavab vermək, yaradılış mərhələsi və nəqli olaraq mənə Allahı isbat et dedikdən sonra gətirdiyiniz argumentlər və mənim verdiyim cavablar, sonra verdiyiniz suallar, təkrar verdiyim cavablardan bir mənalı olaraq heç bir şey əldə etmədən direkt keçirik bu bir məsələyə. Əvvəla, bax, nəzərvə çatdırım. Siz Quran cahilisiniz. Siz heç Quran cahili də deyilsiniz. Siz ümumiyyətlə cahilsiniz. Niyə? Çünki siz bilsəz ki, İncilin ümumiyyətlə Yahudilərlə əlaqəsi yoxdur, bu xristiyanlara aiddir. Yahudilərin İncili dəyişdirdiyi iddiasını kim edib? Wow, oh my god, lənətə gəlsin, biz bu iddianı harda etdik, görənlər görmədi. Demək, bu sizin, qardaş, xətrinizə dəyməsin, siz həqiqətən bilgisizsiz. Mən sizə tövsiyəm təkrar oxumağı, yəni deyirsiniz, oxumuşam. Təkrar deyirəm, o kitabları yenidən oxuyun, əgər oxumusunuzsa. Oxumamısınızsa da oxuyun. Mən sizin hörmətinizə görə, Quranı oxusa adicə bilərsiniz ki, İslamdan əvvəl namaz var idi, İbrahim əleyhissalam namaz qılırdı. İncil və Tövratın yəni ibadət ayinlərinə baxsaz görərsiniz ki, namaza bənzər ibadət ayinləri var idi. Ümumiyyətlə şəriət nədir, əhkam nədir, praktiki əməllər, qanun və qanuna uyğunluq nədir, dinin praktiki əməllərinin yanaşma metodikası nədir? Mən bütün bu məsələlərin hər birini sizə sadəcə araşdırma məqsədi ilə tövsiyə edirəm. Amma bir məsələ var burada. Siz ən başda biz yayıma qoşulanda dediniz ki, biz ateist demirim, biz araşdırmacıyıq dediniz. Düzdür? Sual. Xahiş edirəm, bu barədə bizə məlumat verin. Bəli. Ümumiyyətlə, Quranın araşdırma metodikası nədir?
Deməli, mən burada konsept qoymuşam ki, Allahın varlığı var yoxsa yoxdur, sual altında. Bu qardaş deməli bu boyda söhbətləri vozduq Xəzayir, vozduq. Qardaş, mən niyə Allah var deyib də mənə verdiyin sual bilsən nədir? İncil niyə dəyişdirildi? Sözümü kəsdiyinizə görə təşəkkür edirəm. İndi məndən soruşur ki, Quranın araşdırma metodikası nədir? Mən deyirəm Mən ki, danışdığımı deyim, ona görə deyirəm ki, siz mənə sual verirsiniz ki, İncil, Tövrat dəyişdirilibsə Qurana nə ehtiyac var? Bunun Allahla, yaxşı, İncil, Tövrat, Quran, ümumiyyətlə səmavi kitablar yalandırsa, Allah yaradıcı yoxdur deməkdir bu. ola bilər, hər şey ola bilər. Mən Yox, hər şey ola bilər, yox. Deyirəm, yaradıcı yoxdur deməkdir bu. Sual verirəm. İncil kitabı İsa Məsihin həyatından bəhs eləyir. Quran-ı Yox, Kərimdə də ondan bəhs etmir. bir çox şeylər var. İndi bax burada yazılıb ki, İsa həbs olunur. Bu sizin səhv danışdığınızın sübutudur. Bu bir. İkincisi. Siz ümumi kitab ondan danışır deyirsiniz. Bilgisiniz siz də, başımıza dönün. Bilmirsiniz, danışmayın. Qurban olun. Dinləmə qabiliyyətiniz olsun da əlimdə kitabla danışıram. Oturub Sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Buyurun. Narıncı Kepka ilə oturduğunuza görə təşəkkür edirəm. Hörmətlə yanaşırıq. Zamış Kepka ilə oturduğunuza görə də mən sizə hörmət edirəm. Buyurun. Hey. Demək istəyirik ki, Let's go, buyurun. İncil İsa Məsihin həyatından danışır. Quran-ı Kərimdə bir çox məsələlər var. Zəbur kitabı Süleyman peyğəmbərin Allaha yazdığı şeirlərdən ibarətdir. Tövrat yaradılışdan danışır. Mən düşünürəm ki, əgər bu kitabları sırf Allah göndərsəydi, daha mükəmməl bir şəkildə göndərərdi. Niyə görə Allah sırf Məhəmmədin həyatından yazsın? Niyə görə sırf İsa Məsihin həyatından yazsın? Siz də qayıdırsınız ki, mümkün olmayan bir şeyin varlığı rasional, nə yox, bura trigonometriya deyil, bura riyaziyyat dərsi deyil. Bu alt paleolit dövründə qədəm qoyan bacarıqlı insanların dövrü deyil, Neandertal insanların, Homo sapienslərin dövrü deyil. Lənətə gəlsin. Buyurun. Round. Let's go, davam elə. Bax, ən böyük xətan nədir dostum? Sənin ən böyük xətan budur ki, sən həqiqətən təkrar edirəm, bilmirsən. Bax, Quran oxumamısan, Quran Muhammedin həyatından danışır deyirsən. Halbuki bilmirsən ki, Quran-ı Kərimin içində Muhammed peyğəmbər sallallahu aleyhi və səlləmin adı 4 dəfə çəkilir. Musa peyğəmbərin adı 125 dəfə çəkilir. Sən bunların bilgin yoxdur bu barədə dostum. Ən çox adı çəkilən Musadır. Araşdırma metodikasını niyə soruşduğumu deyim. Ona görə ki, sən dedin ki, biz araşdırmacıyıq. Əgər araşdırmacısansa, sən bilməlisən ki, Quranın araşdırma metodikası nədir? Sən Quranın araşdırma metodikasını Bu arada sonuncu 3 dəqiqəmizdir. Siz də sonra sağollaşacağım. Təəssüf edirəm. Niyəsini də deyəcəm sonda, son saniyələrdə. Bax, mən sizə bu 3 dəqiqə ərzində sizdən xahiş edirəm ki, mən sona qədər danışım, məni dinləyin və mən gedim. Olar? Çox uzun danışırsınız, hörmətli Müntəzir müəllim. Siz savadlı olmağınıza görə, bax, mən sizin kimi insanlara çox böyük hörmətim var. Ən azından savadınız var. Ən azından nəyisə oxuyursunuz, eləyirsiniz. Mən fəxr eləyirəm ki, Azərbaycanda sizin kimi insanlar var. Bu əladır. Bu çox gözəl bir şeydir. Tək ki, hamı sizin kimi olsun. Bayaqları sizdən qabaq mən 10 dənə adamla, 100 dənə adamla problem yaşamışam burada. Biri təhqir işlədir, biri falan. Sizin də siz mənə dediniz ki, sənin ən böyük xətan falan şeydir. Quranı oxumamağı falan. Mən sizə bir dənə sözə cavab verirəm. Sizin fəlsəfəvizi çökdürürəm. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbil nas, malikin nas, ilahin nas və min şərri vəsvəsil xannas, əlləzi yuvəsvisu fis-sudurin nas, minəl cinnəti və nas. Bu Nas surəsidir. Nasın ayəsidir, surəsidir. Nədir? Sözümü kəsdiyinizə görə təşəkkür edirəm. Bu sizin cavabıdır ki, əgər mən Quranı oxumasam, Quran-ı Kərimdən anlayışım olmasa, bu surəni hardan bilirəm? Və bunun kimi 100 dənə sözə ayə, surə saya bilərəm, hamısını əzbər öyrənmişəm. Bu bir. Sizin biraz uzun danışmağınız insanı yorur. Mən danışmam, hər də susuşam. Bax, mən 10 saniyə danışdım, sustum. İndi buyurun, siz danışırsınız. Sizə belə danışıqlar olar. Əvvəla, ərəbcə oxuduğumuz Nas surəsi xətalıdır. Ümumiyyətlə, ərəb dilində elə oxunuş tərzi yoxdur. S səsi ümumiyyətlə ərəb dilində yoxdur. N səsi ümumiyyətlə ərəb dilində yoxdur, dostum. Sən onu icazə ver də, qardaş, xahiş eləyirəm də, nə olar da. Mən rafu, ruaf oxusam, ləzzət eləməyəcək sənə. Necə varsa elə oxunmalıdır. Yəni, sən bu günlərim oxuduğun Nas surəsini düzgün oxumursan. Sən bu günlərim onu İngilis şriftləri ilə açıb hər hansısa bir yerdən təkrar eləyib əzbərləmək 5 dəqiqə alacaq. Nas surəsi oxumamaq, oxuya bilməmək özümə qabaq həkimdə belə bilmirəm. Mən ərəb dilində niyə görə? Sözümü kəsdiyi üçün təşəkkür edirəm. Ərəb dilində niyə bilməyəm? Sözümü kəsdiyi üçün təşəkkür edirəm, Rauf. Yox, davam elə. Sən Nas surəsini, qardaş, oxumaqla heç əldə eləyəm. Bu, Quranı oxumağın anlamını vermir. Sən Quranın digər ayələrini, məsələn, İqra bismi rabbikəl-ləzi xaləqəl insana min aləqin dedikdən sonra ardını gətirə biləcəksənmi? Niyə görə gətirim? Niyə görə gətirim? Niyə görə? Çünki dedin, yüzlərlə surə bilirəm, 114 dənə surə var Quranda. Yüzlərlə bilirsən, 4-ünü qoy qırağa, hansıları bilirsən? Mən niyə bilməliyəm? Müminin surəsinin 12-ci ayəsində nə deyir Allah?
Niyə bilməliyəm qardaş? Ben niye özümü bilmiş kimi göster? Bilməməlisən, okey razıyam ama niye özümü bilmiş kimi Bəs gösterirsən? deyirsiniz ki, Müntəzir belə IQ səviyyəsi yuxarı olan insandır. Mən isə sizə deyirəm ki, doğrusunu Mən deyim. vallahi sizin üçün də elə yazmışlar ki, Rauf çox bilgili adamdır. Mən təəssüf edirəm, çox. Qulağı olan eşitsin. Mən eşitdiyim məlumatlara görə, mən etibarlı mənbələrdən verilən məlumatlara görə Müntəzir abinin hörmətli bir insan olduğu və hörmətli olmağına bir şübhəmiz yoxdur. Çox savadlı olduğunu deyirlər. Mən isə canlımızda olan 500 nəfər və yaxud da hörmətli Müntəzir qardaşın canlısında olan izləyicilər hamımızın qabağında baş əyirəm, hörmət edirəm. Sağ ol. Bizə qulaq asdığınıza görə təşəkkür edirəm. Mən də minnətdaram. Mən isə sizə deyirəm ki, məsələn Allah böyükdür, uludur. Allahu əkbər. Məsəl üçün deyirəm. Mən deyirəm Azərbaycan dilində ki, əgər Allah varsa, Allah Müntəziri qorusun. Allah onlarıncı rəyli papağına uzun ömür nəsib eləsin. Ümid eləyirəm ki, bir 20 il, 30 il o papağı qoyar. Məsəl üçün deyirəm, Azərbaycan dilində. Mən niyə görə ərəb dilində, bax mənə deyir ki, məsəl üçün bu ləvzu bir əbbilnəs məlikinəs deyir, sığ səsin səhv dedin. Okey, razıyam. Niyə görə mən ərəb dilində tərtəmiz bilməliyəm? Mən ərəbləri bəlkə səncə bu insan tərəfindən yazılan bir kitab ola bilməzmi? Qurani Kərim. Mən sizə takib atıram. Sizin sözünüzü yerə vurmayacağam. Siz getmək istəyirsiniz, gedə bilərsiniz. Amma növbəti dəfə PK oynayanda bu barədə ətraflı danışacağıq sizinlə. Şəxsən son 5 dəqiqədə bir şey var, onu danışmaq fikir gəldi ağlıma, onu danışacağam. Uzatmalara gedə uzatmalara gedə. Necə ki futbolda uzatmalar olur 5 dəqiqə. Yo, bu uzatma deyil. Siz onsuz da 6 oyun oynamışıq, hamısında məğlub olmusunuz. Bu məğlubiyyət başqa şeydir. Sizlə mən sadəcə burada ədəbiyyat, incəsənət, elm, fəlsəfə deyin. Bu da şey deyir ki, yəni kimsə hədiyyə atıb məğlub olmusunuz, bunu deyir. Let's go, davam elə. Yo, PK-dan danışmıram. Mən debatdan deyirdim onsuz da. PK-da zaten məğlub olacağınız məlumdur. O heç uda da bilərsiniz, sorun deyil. 6 dənə win var, hamısı da sizin olsun. 6 oyunu mən ora nəzərən dedim ki, yəni 6-5 dəqiqə ümumi yarım saat eləyir və hər birində siz ümumiyyətlə heç nəyə cavab vermədiniz. Mən ümumiyyətlə sizə təməl prinsipal suallarım var. Mən indi sizin düzdür prinsipiniz budur ki, mənə sual vermək olmaz və s. Mənə maraqlıdır ki, biz yaradıcı konseptual barəsində sizə 2 dənə argument gətirdim, heç birinə cavab vermədiniz. Mən sadəcə bilmək istəyirəm. Çox təəssüf edirəm ki, təməldə sizə o boyda elmi müstəvidə hər hansısa məsələlərə vura danışdıqca heç nə faydasız oldu. Ən azından düşünmürəm faydasız oldu. Bizdə 600 nəfər var, sizdə də 500 nəfər var. Dinləyici kütlü üçün hər hansısa bir bilgi olmuş oldu. Sizə bir dənə sual vermək istəyirəm. Cavab verə bilərsinizsə əgər, xahiş edirəm ki, sual verirsiniz, 5 saniyəlik ərzində danışıram ki, 5 saniyə vaxt ərzində. Qardaş, çox yaxşı insansınız, çox qəşəng danışırsınız. O qədər uzun danışırsınız ki, izləyicilərdə yorulur, mən də. Valla, yəni onlar üz-üzə deməyə qorxur, bəlkə də utanırlar. Mən sizin üz-üzə qarşı deyirəm ki, çox yaxşı insansınız. O qədər uzun danışırsınız ki, bax elə bil ki, necə deyim, bir yarım saat başqa bir temadan danışırsınız. Axırda sual verirsiniz, adamın başı qarışır. Və bu sizin ağıllı olmağınız demək deyil. İndi sualınızı verə bilərsiniz. Təşəkkür edirəm. Niyəsə hər dəfə sən məni tərifləyib, axırda da bu sizin ağıllı olmağınız deyil sözü ilə bitirirsən, mən bunu Danışıq psixologiyamızın qayda qanunudur. Yazılmamış 4 qanundan biridir. Bu bizim yazılmamış qanunlarımızın birincisidir. Buyurun. Sual fikrimdən də daşındım. Sizə bir mənalı tövsiyəm var. Vereyim. Siz deməli sual verirdiniz, indi mövzunu dəyişdiniz, deyirsiniz tövsiyə verirəm. Buyurun. Mən dəftəri götürüm, yazıram tövsiyənizi. Yazın zəhmət olmasa. Buyurun. Yazın ora psixoloq Şəfəq Qədirli. Psixoloq. Şəfəq Qədirli. Yazdınız? Hə. Instagramda və TikTokda zəhmət olmasa araşdırma verib əlaqə nömrəsini tapa bilərsiniz. Mən sizə tövsiyəm budur ki, ən azı bir 4 seans... Şəfəq Qədirli, Əli Rəhimovun söylediyi psixoloqu deyirsiniz. Əli Rəhimovun... Bəli, o Hacı Şahinə dil uzadan ateist olan Şəfəq Qədirli var idi. Mən sizə tövsiyə edirəm, onun yanına gedin. Məncə siz o xanımdan babat tutarsınız. Let's go! O xanımla sevgili ola bilərəm, deyirsiniz. Sevgili işlərinə mən baxmıram, mən təəssüf edirəm, evliyəm. Siz indi müsəlmansınız, düzdür? Bəli. Xoşbəxtlik arzu edirəm. Sizə musiqi haramdırmı? Məncə sizə haram deyil. Mənə haram deyil, lənəti gəlsin. Onda siz üçün bir də mahnı ifa edəcəm. Bu mahnı hörmətli Eləyin, bəli, sizi dinləyirəm. Zəhmət olmasın. Necə gözəldir, bəh, əla. Super. Bacarır uşaqlar, fikir verirsiniz. Çox qəşəngdir də, yəni adam bacarır.
üz siması vapşı ləzzət edir. Bəyin çox qəşəngdir. Bazar həqiqətən fikir ver hərəkətlərə bax. Əla, çox gözəl. Let's go. Sizi təbrik edirəm Rauf bəy. Let's go. Belə davam edin. Gətirmişəm sizin üçün Tupac'la olan şəklimi. Ayda, mənim də şəklim var, atım. Sizin də şəklinizi bura qoyacağım. Burada boş yer var. Söz verirsən? Verirəm, niyə vermirəm ki? Müntəzir yaxşı oğlandır, müntəzir savadlıdır. Beləncə savadlı insanlara bəşəriyyətin ehtiyacı var. Biraz uzun danışır, müntəzir. Qulağım varsa eşid, qulağınız varsa eşidin, sizə doğrusunu deyirəm. Mən həmişə düzünü danışmışam. Çox savadlı insansınız, çox gözəl danışırsınız. Biraz uzun uzadı danışmağınız başqa adamlarla da debata çıxacaqsınız, ona görə deyirəm. Daha çətin adamlar gələcək. İnanmıram ki, mənim kimi hissi ilə qarşılaşasınız, amma çətin adamlar olacaq. Siz 2 dəqiqə uzun uzadı danışıb axırda sual verməyiniz sizin birinci nöqsanınızdır. Çalışın, sadə dillə danışın ki, nə bilim ala mütəfəkkir, nə bilim ala təsbih, məsbih, sonra nə bilim ala digər şeylərlə danışırsınız bir elmi dildə. Mümkün olmayan şey, mümkün olan şey, filan şey, filan şey. Konseptə uyğun danışmağı bacarın. Çox qəşəng insansınız, yəni həqiqətən mən fəxr edirəm ki, Azərbaycanda sizin kimi insanlar var. Uzun uzadı danışmaqla siz savadlı hesab olunmayacaqsınız. Çünki kütlə axmaq deyil. Kütlənin içində də savadlı insanlar var. Buyurun. Let's go. Bəli Rauf bəy. Əvvəla təşəkkür edirəm iltifatlarınız üçün. İradlarınız üçün də ümumiyyətlə sizə bir şey deyim. Bizim yayım konseptimiz budur. İrad və təkliflərinizi özünüzə saxlayın. Biz ümumiyyətlə istəmirik. Təşəkkür edirəm amma yenə də minnətdaram. Amma bayaq siz mənə psixoloq Şəfəqi təklif eləyəndə hörmətlə qeyd elədim onu. Siz mənə deyirsiniz ki, irad və təkliflərinizi özünüzə saxlayın. Mənəm, sənsən. Məni mən eləyən məndəki mən, səndəki sən deyil. Bu sizin ali cənablığınızdan irəli gəlir. Bu sizin ali cənablığınızdan irəli gəlir. Məni dinləmədiyiniz üçün təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Respekt. Respekt müntəzir. Lənətə gələsən. Özünə yaxşı. Rauf bəy. Gradusu biraz aşağı. Gradus deyəndə yəni səsimin tonunu nəzərdə tutursunuz? Yox, gradusu biraz aşağı eləyim də yəni. Əgər mən sizin səviyyədə danışsaydım, mən onda sizə imkan verməzdim danışmağa. Səs tonu deyil gradus. Gradus başqa şey. Gradus nə mənada deyirsiniz? Araşdırın, zəhmət alın. Araşdırın. İndi cavabı ağıllıdır da, hə uşaqlar. Mən nə bilim o nə mənada deyir. Araşdır da deyirəm. Ağıllı niyə yollamış? Deyirəm araşdır da. Belə də ki ağıllıyam. Gradus içkidən ola bilər, digər bir maddədən ola bilər. Yox, maddə düşün. Müddət ərzində. Hər mövzuya toxundunuz, hər şeydən danışdınız. Məni deməli bax 10 saniyə danışıram, yenə siz danışacaqsınız. Danışdığınız müddət ərzində psixoloq bax dəftərə yazmışam, həqiqi deyirəm, amma mən zarafat eləmirdim. Psixoloq Şəfəq xanıma ehtiyacım olduğunu mənə göstərdiniz. Nə bilim, mənim səhv olmağımı sübut elədiniz ki, mən səhvəm, mən oxumamışam, savadsızam və sübut elədim, cavab verə bilmədiniz. Allahın varlığının sübutundan başqa hər şeydən danışdınız. Fizika, kimya, biyologiya. İndi ekvatoru 2 dəfə kəsib keçən Kongo çayından danışaq. Nə bilim ala, qütbləri kəşf edən Roald Amundsen Scott'dan danışaq. Nə bilim, dünya səyahətinə çıxan Fernand Magellan, James Cook'dan danışaq. Yoxsa Cəbəlli Tariq boğazından danışaq. Nə bilim, materiklərdən danışaq. Buyurun. Bu coğrafi mövqelərin adını çəkərək daha yaxşı görünməyə çalışırsınız. Qulluq itdi deyəsən, yox? Yenə Allahın varlığı qaldı qıraqda. İndi mənə yenə sual gəlir ki, bax qardaş, mən savadlıyam, savadsızam. Varlıq ümumiyyətlə fəlsəfi və epistemoloji olaraq 2 hissəyə bölünür. Daha doğrusu 3 hissəyə bölünür. Olması qeyri-mümkün olan varlıq, mümkün varlıq, zəruri varlıq. Bu, istər məntiqdə, istər epistemologiyada, istər empirik təməlləndirmə ilə və s. bu cürdə ontoloji status var varlığın. 3 hissəyə bölünür. Zəruri, mümkün, olması qeyri-mümkün. Qeyri-mümkün varlıq nədir bilmədiyimizə görə mümkün varlıq üzərində tədqiqat aparıb, onun da sonsuzluğa qədər gedib, sonsuzluqdan başlaya bilməyəcəyini bildiyimiz üçün zəruri varlıq var deyirik. O tək olmalıdır, qüdrət sahibi, elm sahibi, yaradıcı qüdrəti və s. olmalıdır. Bu da onu yaradıcı edir. Yəni inanda Tanrı etmiş olur. Əgər siz deyirsinizsə ki, yox, bu düzgün arqument deyil, Tanrı yoxdur, onda siz alternativi verin, görək, mümkün varlıq necə mövcud olub? Axı biz deyirik, bunun təməli Tanrıdır, bu sonsuzluğa qədər gedə bilməz. Başa düşürsünüz deyirlərmi? Biz mümkün varlığın mövcud olub olmamağın, ümumiyyətlə biz araşdırırıq. Biz sual veririk ki, araşdırmırıq, bilirik ki, mümkün varlıq. Məsələn, sən mümkün varlıqsan. Bax, mən sual verirəm ki, Allahın varlığını sübut elə də. Başqa adam bu qədər vaxtımı alsaydı, canımdan aşağı atacaqdım. Deyirəm, elədim də, az öncə elədim. Bax 10 saniyə ərzində Allahın varlığını sübut edin mənə. Bax sual verməyin. 10 saniyə ərzində. Və bunu qadağan edirəm. Sual verməyə qadağan. Lənətə gəlsin, bu qadağaları pozmağı mən sevirəm.
Bax, Rauf, 10 saniyə ərzində sənə Allahın varlığını isbat eləmək kriteriyası hardan gəlir? Bu ümumiyyətlə özgüvən hardandır? Bunu da bilmək istəyərdim. Yenə sual verir. Do you understand me? İngiliscə öyrən. Lənətə gəlmiş müntəzir. Sual vermə də mən qardaşım. Gəlmiş müntəzir? İndi ikinci sualı verdi. Lənətə gəlmiş Üzr tələb edirəm. Yenə sual, bir dənə sual gəldi. Üzr tələb edirəm. Üzr tələb edirəm. Lənətə gəlsin sözü etimologiyası hara dayanır uşaqlar? Bir dənə komment yazın. Az öncə bu sualı verən müntəzir. Let's go. Bu sualıma cavab verəmirsən, amma səni çox istədim. Yəni danışdığım müddət ərzində sən yaxşı bir insansın. Əminəm ki, yəni mən səninlə realda qarşılaşsam, sənə bir stəkan çay verə bilərəm, yəni. Təşəkkür edirəm. Mən amma əminəm ki, səninlə üzbəüzdə realda qarşılaşsaq, biz səninlə çay yox, yəqin ki, milkshake içə bilərdik. O da necə? Sən alsan içərik, mən yox. Adətən mənim üçün alırlar, amma eybi yoxdur. Mən iminli burada söz verirəm 500 nəfərin içində. Mən sənin üçün bir dənə milkshake alaram. Uşaqlar, milkshake neçə olur? Milkshake 7 manat 89 qəpiyə də var, 11 manat 75 qəpiyə də daha yuxarıda var da. 80 manat 90 manat baxırdı. Mən sizin üçün 8 manata yaxın olandan alacağam. Özüm üçün də bir dənə adi su alacağam. Pulum çatsın da uşaqlar. Söz versən. Söz verirəm, istəyirsiniz kayd ediyor. Amma bu oyundan sonra demək istəyirik ki... Mənim milkshake'imi haçan verirsiniz? 320 manat yazıblar. Ya 320 manat nədir uşaqlar? Yəqin 320 yazıb. Mənim milkshake'imi haçan verirsiniz? Cavab. Qarşılaşanda sizin üçün bir dənə milkshake Yox, bu başqa söhbətdir. Siz söz verdiniz. Bizə görə söz namusdur. Siz sözünüzü tutmalısınız. Siz sözünüzü haçan tutursunuz. Xahiş edirəm. Deyirəm, qarşılaşanda tezdən sual verin. Mən buna nədən danışım? Qarşılaşanda yox, qardaş, xeyr. Sabah. Lənətə gəlsin. Mən burada deməli konsept qoymuşam ortalığa. Bu qardaş, mən rayonda qalıram hal-hazırda. Bakıya gəlmirəm. Hansı rayondasın? Qobustanda. Qobustanda qalan var uşaqlar burada. Sizin canlınızda neçə nəfər var bilmirəm. Amma mövzunu da saptırmağı çox qəşəng bacarırsınız. Bu manipulyasiyanın yeni üsuludur. Allahın varlığını da sübut eləyə bilmədiniz. Buna görə təşəkkür edirəm. Sözümü də tez-tez kəsdiniz. Amma bu heç nəyin həlli deyil. Bu heç nəyin həlli deyil. Var uşaqlar deyir ki, Qobustanda qalırıq. Uşaqlar yazın, xahiş edirəm. Qobustanda tapıb mənim milkshake'imi gətirsin. Qobustanda milkshake yoxdur axı. Buradan Mənim adiyyət yoxdur bunun. Kartıma atıram. Yaz 4169. Qoyun var, inək var. 4169 söz vermirsən. Allahın varlığı yoxdur yazırlar. Lənətə gəlsin. Qardaş, yəni belə görürəm uşaqlar. Bir dənə xahiş edirəm 500 nəfərdən. Müntəzir, kartun kodun yaz ora. Mənim izləyicilərim gəlib sənə pul atacaqlar. Milkshake-dən də artığını atacaqlar. Yaxşı. Əgər sən suallarıma cavab verə bilmədiyinə görə təşəkkür edirəm. Sən məsələn pul yığmaqdırsa burada, biz sənə dəstək olacağıq. Mən də pul atacağam, izləyicilərimiz də pul atacaq. Narahat olma. Sadəcə, yəni sonda sənə demək istəyirəm ki, sən Allahın varlığını sübut eləyə bilmədin. Çox şirin daxil fikir verirsiniz. Həqiqətən şirin bir aurası var. Adam acı danışa bilmirəm. Rauf, sənə izləyicilərimə təşəkkür edirəm. Sənə də təşəkkür edirəm. Sən yaxşı gəncsən. Həqiqətən hiss olunur ki, yəni çöl, bayır, ətraf mühit, belə insanlar çox müxatəbin olub. Hansı universiteti bitirmisən? İncəsənət Universiteti 2022-də. Ətraf mühit hiss olunur, biraz manipülatorluq yox. Əslində manipülatorluq yoxdur, bilərəkdən insan. Mutsuz şirinlik yaradır səndə. Adam yəni sənə acı danışa bilmirəm səndən. Normalda məsəl üçün bizim yayım və yayım konsepti elədik ki, bizdən heç kim bu üslubda danışa bilməz. Məsələn, bizə heç kim deyənməz ki, mən sənə qadağan edirəm sual verməyə. Bu söz sən mənə deyənmərsən. Mən sənə çoxdan bloklamışdım yəqin ki, ya da sənə biraz daha səs tembrimi Fəth surəsinin 29-cu ayəsində kimi danışmışdım. Yəni sənlə belə şirin danışmağımın səbəbi o səndəki auradır. Niyə bilmirəm? Artıq deyirəm ki, yəqin ki, sən mənimlə belə danışırsansa, deməli burada bir səbəb var. Gəl mənim canımda videolara, gör mənimlə nə qədər səndən də belə qolu güclü, səndən savadlı, səndən də intelligent adamlarla nə söhbətlərim olub və axırı necə olub. Videolar bu, baxdım. Çox intellektual söhbətlərimiz olubmuş. Mən Suba takip eləyirəm. Heç kimi bacardığım qədər az adamı takip edirəm. Siz də mənim videolarıma qabağınıza çıxdıqca baxın. Görün mən necə acı danışıram əsəbləşəndə. Sizinlə belə danışıramsa, deməli siz də mənim hansısa bir hərəkətinizlə şirin gəlmisiniz ki, belə mədəni formada danışıram. Yox, təşəkkür edirəm. Qabağınızda bu gün müntəzir burdadır. Bəli. Uşaqlar qarşı tərəfdəki MC Rauf AK qafiyə maşını, yəni amma adam bilir də, yəni necə çox belə intellektual səviyyəsi indi elmi müstəvidə olmasa da danışıq usulu çox şirindir. Adam yəni acılamaq yəni alınmır. Adam şirindir.
Qarşı tərəfdəki MC Müntəzir AK uzun danışan. Gətirmişəm sənin üçün Batman bro. Lənətə gəlsin. Mən əminəm ki, hər kəs öz tərəfindən danışsın. Təşəkkür edirəm. O nə kitab idi? O kitab Əl-Babu Hadı Əşər. Qardaş, sən çox yaxşı insansan. Səncə bu ərəblərin dini yaymağı nə qədər ağla batandır? Niyə inanırsan? Bura sən kimi savadlı insanlar ateist olmalıdırlar. Sən bir təəssüf ki, çox pis xəbərim var. Mən özümə belə ateist olmuşam. AK. Qardaş, Allahın varlığı mən sübut elə. Mən bu gün 400-500 nəfərin içində müsəlman oluram. Səndən üzr istəyirəm. Bir də day mən canlıda bu söhbəti açmıram. Mən az öncə Allahın varlığını isbat elədim. Uşaqlar, mən İndi milyonlarla adamla debatda olmuşam. Bu qardaş mümkün olmayan şey seismik hadisələr, astrologiya, nə bilim ala, seismik hadisələr, zəlzələ, planetlər, Merkuri, Venera, çaylar, dünyanın ən uzun 6671 kilometr uzunluğunda olan nə bilim Nil çayı, Amazon çayı, ən çox bol sulu çayından danışır. Allahın varlığına aid heç bir kanıt demədi. Amma yenə də Gəlin belə eləyək də, sorğu keçirdək insanlarla ki, biz isbat elədik yoxsa yox. Sizdə də, mən elə bilirəm, bizdə 500 nəfər var. Sizdə nə qədər adam var yayımda? Mən azdır, məndə 430 nəfər. Gəlin bunu sorğusunu eləyək də, görək ümumiyyətlə. Biz tərəfdən ora keçib kommentləri oxuyan moderatorlar. Bir dənə qaydın öz yayımımıza, qardaş öz yayımının fərqinə varsın bir dənə. Bir dənə bizim uşaqlar qaydın bura. Bir də sorğu keçirdək də, görək 70-i 70. Aferin, müqəddəs kitab İncilə və qeyrət vizə. Yazıblar, bir nəfər yazıb ki, eləmədi. Bu bir. Let's go. Gəlin belə eləyək də. Sizdə də, bizdə də. Mənim səsim gəlir də sizin canlıya. Mənim səsim gəlir sizin canlıya. Çox diqqətlə sizə qulaq asın. Buyurun. Elədin deyənlər 1 yazsın, eləmədin deyənlər 2 yazsın. Buyurun. Bir yazıb elədi, bir yazıb eləmədi. Yəni fərqlidir. Let's go uşaqlar. Uzun uzadı elmi şəkildə danışmaq heç nəyin sübutu demək deyil. 1-2. Bu şey mübahisəlidir. Mən heç nə demirəm. Nə ən çox göndərilən nədir o tərəfdə? Keçin baxaq. Eyni adamlar gəlir 2-3 nə bilim 1 yazır. Ən çox göndərilən mesaj hansıdır? Düz 1-ə nədir, düz 2-ə nədir, düz? Dedim elədi deyənlər 1, eləmədi deyənlər 2. Eləmədi. 2 çoxdur qardaş. Sizə qayd edeyim. 2 yazırlar. Sorun deyil, bilmək istəyirəm. Uşaqlar keçin qarşı tərəfə yazın. Uşaqlar göstərin Türkün gözün. Bu gün bura mənim poligonumdur. 200 sənə kitab oxumaq, savadlı olmaq demək deyil. Son 30 saniyə ərzində qoy yazsınlar, axırda fikrimizi bildirək. Tamam. Bir dənə. Mən də o mənim mahnımdır. Niyət edin uşaqlar. 2 yazıblar, öpün elimi. Hamı 2 yazır qardaş. Anamın canı deyirəm 2 yazırlar. Bro. Olar mən də sənin mahnı qoşum. Qoşarsan bro, bir dənə gözlə mən bu şey deyim. Ben İstanbul'un sefiriyim, biat edeceksiniz. Qoş abi. Yo, sən qoş birinci bitsin sonra. Şu bitti. Hamı 2 yazır, lənəti gəlsin. Sən sübut eləyən məndən Allahın varlığını. Ediyor. İndi mən mahnımı qoşa bilərəm. Bax, bax yenə deyirəm. Mən dinlədim də, indi sən dinlə də, xahiş edirəm. Mən sənin mahnımı dinlədim. Bu söz axırı Məhəmməd Vəlizar demişdi, sizdən İraq. Yəqin ki, mənə söz soxub getmək istəmirsiniz. Hamı 2 yazır, yəni qardaş. Yo, söz soxmuram. Bizdə 600 nəfər 1 yazıb, hələ də yazırlar 700-800 qalxır. Mən bunu biatimiz deməkdir. İstəyirsiniz qayd edirəm, bax. Sorun deyil. İndi mən mahnı qoşa bilərəm. Let's go. Mahnı qoşa bilərəm. Qoşun. With mommy and daddy, I'm finding my way. Growing up is not so tough, except when I've had enough. There's lots of fun stuff on Caillou. Şola bir dənə Discord'a atın da. Bir dənə Discord'a atın da o yayını SS'in. Şola bir dənə SS'in Mədət əli Discord'a atın. Rəhman bir dənə Discord'a at. Görək 1 yazırlar, 2 yazırlar. Bəs də ehtiyac yoxdur. Bildikdən Müntəzir qardaş səhvdə ebi ocağını soğuk. Ən azından mən yenə deyirəm. İmkan verin danışım, sözümü kəsməyin. Müntəzir qardaşın səhv danışmağı Bu sizin yayın o deyil. əskilik. Lənətə gəlsin Rauf bəy. Nə məsələdir? Bu sizin yayındır, baxın.
Yo yo birdir. İkini gördünüz mü? Bildimi en çox göndərilən nədir? İkidir də qardaşım. Qaqa Bax screen bə, elədin. sizdə Hə, yaxşı elədiniz. Buyurun. Ya göndərin ikiləri. Screen eləyim də müntəzir atacağam direktə. Qoy görsün ki, ikilər nə qədər göndərilib. Göndərin, Donursan, göndərin, sən göndərin. paylaşqan bitir. Necə? Donursan. Şala məndə donur təkcə. Yəqin ki, sizdə donur. Qardaş, mən tək yaşayıram. Mənim atam, anam yoxdur yanımda. Ailəli deyiləm. Sizə xoşbəxtlik arzu edirəm. Mən tək yaşayıram. Heç nəyim yoxdur. Heç kimi evi də özüm süpürürəm, qabları da özüm yuyuram, yeməyi də özüm bişirirəm, əziyyət də özüm çəkirəm. Prosta mən sizə doğrusunu deyirəm. Qulağı olan eşitsin. Rahat bəy, bir Manipulyasiya eləmə. Hamıya Gitara, Rahat bəy, gitara var ya, gitara orada. Rahat bəy. Bəli. Orada gitara var ya. Onunla Bəli, işte. ən yaxşı bacardığınız bir musiqi ifa edə bilərsiniz. ən yaxşı bacardığımız demək biraz sıxır mən. Səsim təmiz gəlir sizə. Aha, buyurun. Səsim gəlir. Səsim gəlir. Donursuz, çox pis donur. Hə, bir dəqiqə kaydı söndürün. Hə, ekran kaydını bağla. Səsim gəlir. İndi səsim gəlir. Bəli. Səsim gəlir. Gəlir səsim bro. Gecikmə var, sən səsin gəlir, amma ağzın sonra tərpənər. Sən kaydı bağla da. Bağladım. Əşyo. Zuzu xanım, təşəkkür. Düzəldin. İndi nətər gəlir? Bu mahnı çox hörmətli Müntəzir qardaşa və onun yanında olan Niyə izləyicilərə blok atırlar? atmırlar. Biz diktatoruz. Sirin naxı. Müntəzirsin gəlir. Yaxşı, dəyişirəm mahnını. Zakasa uyğun olaraq Ağlatan kafeye gəlir. Üzr istəyirəm, çox üzr istəyirəm. Bu birinci ifa elədiyiniz musiqi üçün sizə təşəkkür edirəm. Biz üçün bu kifayət elədi. İndi sizin gözəl səsinizi eşitmək istəyirəm. Mənim gözəl səsimi bayaqdan eşidirsiniz də debat əsnasında. Hə, valla. Yox, nə barədə? Ümumiyyətlə istəyərdim sizi tanıyaq. Mən burada kommentləri oxumağa qalsaydı, bilirsiniz burada nələr yazırlar. Mən heç nə oxumamışam bayaqdan. Sizi deyirəm, eşitmək istəyirəm, sizi tanımaq istəyirəm. Adım Raufdur. Qobustan rayonunda yaşayıram. 2022-də İnci Sənət Universitetini bitirmişəm. Sonra DSX-da sərhəd qoşunlarında xidmətdə olmuşam. Necə ki, sizin Allahın varlığını sübut eləyə bilmədiyiniz kimi, mən əskərlikdə olmağımı sərhəd qoşunlarının forması ilə sübut edirəm. Qolumda bayrağım da var. Hal-hazırda çalışıram muzeydə. Muzeyin adını deyə bilmərəm. Bu qədər. Mən çox savadsız, intelligent səviyyəsi aşağı olan bir insanam. Heç vaxt sizə qədər savadlı ola bilmərəm. Bu qədər. Və bu oyun bitəndən sonra Müntəzir qardaşın son fikirlərini alıb sağollaşacağıq. Yoruldum mən. Çok hoş oldu qardaş. Son fikirlərinizi deyin. Siz savadlı insansınız. Azərbaycanda sizin kimi insanların olmağı ilə fəxr eləyirəm. Amma bilmədiyiniz çox şey var. Buyurun. Hər kəsin bilmədiyi çox şey var, Rauf. Ümumiyyətlə təşəkkür edirəm sənə əvvəla. Maraqlı keçdi. Düzdür, nə qədər də suallarımızın hər birini cavabsız qoysaz da, dediyimiz Mən arqumentlər... bir çox suallarımızı cavabsız qoysaz da buyurun. Let's go, qulaq asırıq. Dediyimiz arqumentlərin heç birinə cavab verməsəz də, suallarımızı cavabsız qoysaz da, özünüzü 4 səmavi kitabı oxumuş kimi göstərib, amma kitablardan xəbərsiz olsaz da, Nas surəsini üzündən ingilis
şriftləri ilə əzbərləyib bizlərə ərəbcə oxumağa çalışıb, sonra da mən niyə ərəbi bilməliyəm deməyiniz. Yəni ərəbi bilməli deyilsə Azərbaycan da deyərdiniz. Sorun buradadır ki, siz yaxşı bir gəncsiniz, yaxşı insansınız. Əminəm qəlbiniz çox təmizdir və əminəm ki, ətrafınızdakı insanlar sizi çox istəyir və əminəm ki, siz mərhəmətli heyvanlara da mərhəmət göstərirsiniz. Mən buna əminəm. Amma həyat hər zaman belə olmur. Bir gün siz öləsiniz. Əmin olun ki, 100 ildən sonra siz olmayasınız. 200 ildən sonra sizin ətrafınızda əzizləriniz, valideynləriniz, sizin övladlarınız da olmayacaq. Bir dənə siz öz üzərinizə tutun, xahiş edirəm. Çox sağ olun. 300 ildən sonra ümumiyyətlə sizin nəticələriniz belə dünyada yaşamayacaq. 400 ildən sonra yəqin ki, sizin haqqınızda yer üzündə ümumiyyətlə heç bir məlumat olmayacaq. Əgər ölümü hər şeyi bitirirsə, dostum, və din yoxdursa və Allah yoxdursa, ölüm isə hər şeyi bitirirsə, sən hal-hazırda burada məqsəd yönlü şəkildə yayım açmağın, əylənməyin, insanlarla danışmağın, həyatda bir amac uğruna çalışmağın, gələcək qurmağın, sabah bu gün subaysan evlənməyin, tək yaşamağın və s. bunların heç birinin bir mənası qalmır. Sənin həyatının ümumiyyətlə heç bir struktur olmur. Gərək sən ümumiyyətlə həyatını bitirəsən. Mən sənə tövsiyəm budur ki, həyata məna qatan şeyin tam olaraq nə olduğunu araşdır. Əgər həyatına mənanı bu kimi şeylərlə qatırsansa, bunların hamısı bitəcək. Bitməyən şeylər həyata məna verir. Buna görə də sənə bir tövsiyəm, yəni həqiqətən bir Azərbaycanlı həmvətənli kimi tövsiyəm budur ki, biraz araşdırma apar. Başqa heç bir şey demirəm. Burada yazıblar ki, çox üzr istəyirəm. Bax, skrin elədim ki, rahatam. Yəni inanmasınız, moderator özüdün gəl. Yazıblar ki, biri boş-boş danışır. Bunu çıxıram, eybi yoxdur. Biri yazıb ki, onsuz da elə idi də. Yəni sadəcə din burada nə işə yarayır ki? Mən yaxşı 10 dənə sual verin, cavab vermir. Mən verilişimizin başlanğıcında dedim ki, mən suallara cavab verməyi qadağan eləyirəm. Sual verməyi qadağan eləmişəm. Konseptim bu cür nədir? Sizin hörmətinizə görə 2 sualınıza cavab verdim. Ondan sonra 30 dənə sual verdiniz mənə. İndi verilişimizin konseptindən qırağa çıxıb deyirsiniz ki, suallarımıza cavab almadıq. Mən verilişə sizdən 2 saat qabaqcadan başlamışam. Demişəm ki, sual verməyin, Allahın varlığını sübut eləyin. Siz konseptimizdən qırağa çıxdınız, 2 dənə sual verdiniz, cavab verdim. Ondan sonra 30 dənə sual verdiniz, onlara cavab vermədim. Deyirsiniz ki, cavab verə bilmədin, Allahın varlığını da sübut eləyə bilmədiniz. Amma yenə də sizin kimi intellektual səviyyəsi yaxşı olan insanlarla debatda olduğum müddət mənə xoş oldu. Başqa da heç nə. Respekt müntəzir. Təşəkkür edirəm. Başqa sözümüz var bizdə nəsə? Başqa sözüm yox. Let's go. Özü yaxşı. Debat eləmirdik. Yəni deyim biləsiniz uşaqlar, belə debat olmur. Debatda qarşı tərəf mənə sual verə bilmərsən demir. Belə bir qanun, belə bir qayda yoxdur. Deyim biləsiniz.